Həyatda aktiv olmaq lazımdır dəyərli dostlar, dəyərli izləyicilər. Bu günləri Binə qəsəbəsində sizlər üçün Şamil qardaşımla gözəl bir həyat evimizin çəkilişindəyik. Bəli, çəkilişdəyik indi hal-hazırda reallıqla inşallah. Bax, bu gördüyünüz 4 otaqlı ev 145 min Azərbaycan manatına. Məncə dəyərli dostlar, həqiqətən deyirəm, valla, billah, əldən qaçmaz. Nə tər qaçmaz? Bax, belə də ki qaçmaz. Həqiqətən deyirəm, mükəmməl ev axtaranlar buyursunlar. Düzdür Şamil? Bəli, buyursunlar. Hə, xeyrisi Allahdan deyirəm. Evimizin birinci başlayırıq aşağı hissəsindən. Şamil, bu evə necə baxırsan? Mən bu evin nolundan çəkmişəm, ha, sıfırından. Sənin bu özü üçün tikilmiş evə bənzəyir. Hə, simentindən Düzdür, ya burada atmalara. İllərlə mənim bu işdə praktikam olur, bilirəm. Bax, atmalar da beton kəmərdir. Bunu çox belə deyək, özü üçün belə makiyelər açılıb eləmirlər. Yox, eləmirlər. Həqiqətən də bu qardaş bir neçə ildə biz olmuşuq, çox keyfiyyətli. Bəli. Fundament, ya bünövrə, necə deyərlər, kəmər, sorunpol, hər şey qaydasında. Bəli. Sənəd sübutla ev. Allah xeyir eləsin. Tam rahatçılıqla. Dərmanlarına kimi göz qabağında. Reklam olmasın dostlar. Ağ dənizdir, ağ daşdır. Mətbəx də aşağıda. Bax, Amma həqiqətən bu evdə bir qüsur tapmaq bir çətin məsələdir. xeyirlisi Allahdan. Şimdi verin bax, alt hissə istifolu. İstifolu. Tavanla yerin məsafəsi kifayət qədər hündürdür. Hündürdür. Əsas məsələ odur. Çox. Bir də ki, deməli evin işıqlandırması çox. Biliyorsun ki bunlar Panoramik pəncərələr. Bunlar köməkçi otaqlardılar ha. Əsas otaqlar. Gecə elə ofis otağımıza baxın dostlar. Üst tərəfdədir. Binada kirayə varmı? Aşağı zalı. Geniş, iri. Səliqəli dostlar. Gördüyünüz kimi mükəmməl. Paket kupça. Otaqda olsa. Amma sağlam. Tam sənimi oxşamır köməkçi otaq. Yox, vallahi billahi yox. Bəli. Allah üzr eləsin, bir şər iş olur. Bəli, xeyir iş olur. Allah qismət eləsin. Həqiqətən bax bura təqribən bir 30-40 nəfər rahat götürür. Rahat. Həqiqətən də qardaşın tikdiyi evlər super. Bəli. Heç gün sən qüsur yoxdur belə. Maşallah. Dostlar, gördüyünüz kimi bax istipolun şeyləri bunlardır, bax hamısı. Bu kinirlərdə. Onlar da Mən hamısı cütdaşdır. Cütdaşlar. Ara kəsmələr. Bu vacib məsələdir ya. Bəli. Bax cütdaşdır. Cütdaş özdə buraları da 80'likdir hamısı. Şamil illərdir bu işdə professional bir adam kimi Həqiqətən. Bəli. Yəni tikinti işindən başı çıxır. Bəs belə deyək, vasitəçi olmasa da sırf tikinti işini bildiyi üçün artıq bu işin professionalıdır. Və nəyin keyfiyyətli, nəyin keyfiyyətsiz olduğunu baxdığı zaman tez aid eləyir. Sırazı. Çox keyfiyyətli, çox gözəl fikir. Mən istəyirəm. Vallahi xeyirli uğurlu olsun inşallah. Mən də istəyirəm keçən bir dənə həyəti təzədən göstərəm. Həyətin genişliyini dostlar özünüz görün, özünüz qiymətləndirin. Plus evimizin balkonuna qədər. Qalxaq yuxarı hissəsinə. Təqdimatdayım mən. Təqdimatdasınız. Bəli. Təqdimatındasınız. Evin təqdimatındayım. Röşən bəy, zəhmət olsun bir fikir verin. Qeyd eləmək lazım. Fikir yox ama həyətin arası. Hündürlüyü bəli. Bura Çox hündürdür. suyu olması və yaxud da Kəsən sən qoşmanına qədər mövcuddur. Baxın, yaşın. Gözəl. Qoşmanını göstərir. Yəni ətraflı şəkildə sən də sən qoşmanını. Bunun avantajı bir hissədir, dəyərli izləyicilər. Bir həyatda dolanlıq nə oldu? Və yaxud da ki, digər bir belə deyək də, ola bilər də bir evin içində qonaqlıqda insanlar çəkinirlər. Həyatda səndə qoşağın olmağı böyük bir avantajdır məncə. Keçən evin içinə də baxmağa. Gecə evin içinə də. Qalxayın inşallah. Siz Qalxaq. YouTube başlayırsınız Röşən? Mən YouTube'dayım hal-hazırda. Hal-hazırda YouTube'da. Bəli. Deyil. İmkanımıza qədər var ha. Evin çəkilişindəyəm. Həm canlı effekt olsun deyə. Davam edir, bunu deyək. Yəni yerin laminatı vurulacaq, evin aboyu vurulacaq, gizli işıqlandırılmalı olacaq. Bir təxminən hardasa 15-20 günlük buranın işi qalıbdır. Yazıblar ki, evə baxmıram, sizdə qulaq asıram, var olar. 15-20 günlük iş var. izləyicilər nəzərinə çatdıraq ki, girişdə geniş hol bizi qarşılayır. Bəli. Evet, həqiqətən geniş bir hol qarşılayır. Tamam hündürdür. Tavan hündürdür. Bax belə evlər havalı evlər olur. Bəli. Evlər var ki, girirsən Röşən bəy.
Bəli. Ama aşağıdır. orada Alsaq olur. Adam darıxır. Çıxılır bəli. Bu evin en büyük gülüsünden biri var bu. Tavanı müdür olmalı. Burada bizi yani mətbəx normal ölçüdə. Bəli, xanımları qaynayıcı ölçüyə malikdir mətbəx. Və Çok güzel birbaşa ama buradan çıxış koyuyor. bəli, mən onu deyəcəkdim Şamil bəy, sırf Bəli. eyvanın da balkon hissədə olmağı çox qəşəng. Çox Eyvan qəşəng, belə çox çıxır. mənzərəli. Hər bir şey ayağınızın Elekan da. Buyurun gəlin Şamil bəy. Cibabom bəsiyyət. Baxın bilirsiniz. Baxın dəyərli izləyicilərimiz. Bütün bina ətraflı şəkildə baxın buradan görünür. Məncə mükəmməldir. Əsasən bu yay vaxtları bu balkona çox böyük ehtiyac olur. Çox, çox. Bəli. Çox böyük ehtiyac olur. Bəli. Yayda Allah qəşəng xeyir versin. götürürsən. Axşamüstü burada Dəyərli dostlar, məncə fürsəti Bu qaçırmayaq. qardaş kifayət qədər geniş götürür evi. Çox, Amma çox. mən görə bunun Bəli. evlərindən xoşum gəlir. Həqiqətən də tam səmimi deyim. Mən özüm də bu qardaşdan ev almışam. Bəli, bilirik. Vallahi yəni Bilirik, mən özüm də bəli. ondan ev almışam. Çünki mən gəzdim baxdım ki, bütün standartlara cavab verir evi. Bəli. Belə deyək də əxlaqlı ev tikir. Ev var ki, kəsət tikilir, evdə var əxlaqlı tikir. Bu Bəli. əxlaqlı ev tikir. Bəli, Bunu ona bəli. görə də tam könül rahatlığı ilə yəni biz izləyicilərə təqdim edə bilirik. Hətta Şamil bəy belə deyək də dəyərli izləyicilərimiz. Həm biz də bu evi paket təqdim kupça da, edirik. sənət də paket Sənət kupça də da. paket kupça. Biz bu evi təqdim edirik. Şamil bəy isə bu evdən artıq alıb hal-hazırda orada Bəli, yaşayır çox da və razıyam. keyfiyyətindən də Vallahi razı Allah şahidi çox razıyam. Allah razı Yəni olsun. özü də bir neçə ay sonra çox mədəni insandır. Yaxınlaşdı mənə. Nə şikayətiniz var dedim heç bir şey haqqıma girmir. Hə. Halallıq verir, halal. Qiymət və ünvan. Amin Ünvan inşallah, var, hər amin. yerləşir evimiz Rövşənbəy. Evimiz Binə qəsəbəsi 2-ci şəhər küçəsi, Məxməri çay evində 2-ci şəhər küçəsində yerləşir. Deməli, qiyməti də 145 min Azərbaycan manatındadır. Real alıcı olsa endirimdə olunacaq. Mən onunla tam danışmadım. Aha. Bunu 145 minə Bəli. tam təmirli şəkildə təhvil verir. Tam təmir, hə, tam təmir. Şamil bəy, divar kağızları, tavan işləmələri. Hamısı tam təhvil verir. Hər şeyi Vallahi bugünkü gün Süperinə. bazar qiymətində belə bir ev tapmaq həqiqətən Evdə çətin paket məsələdir. kupça. Vallahi. Paket və kupça. Sənət də arxayın olursan üzə. İpoteka ilə. İpotekaya sal, kreditə sal, nə bilim necədən istəyir. Bundan sonra ümumiyyətlə qalmayacaq. Hətta biz bunun puanını göstəririksə, Mən indidən elə çəkirəm ki, müştərilər sabahkı günü gəlib deməsinlər ki, o ev harda qaldı? O ev necə oldu? Suxan bu yataq otağıdır. Yataq otağıdır. Genişliyinə bəli yataq otağı. Bəli. Siz zal bildiniz buranı? Bu əslində qonaq otağı oxşar amma yəni bu bir yataq otağı. Yox, yataq Ayrı otağı. Zal bu da buraydı. Zal bu da burada. həqiqətən də Zal burada. Mükəmməl bir insandır. Ha, bu- Zalın özü bir evdir. Bəli. Bu da Zalın özü bir evdir yani. Bəli. 3 otaqlı burada ev çıxardırlar, belə bu boyda zalda. Quranan da olsun. Tavanı göstərməzsən, tam şəkildə hazır. Dostlar baxın, detskisi. Uşaq otağı. Yataq otağı baş Şamil qardaş demişkən, geniş, iri zala oxşuyur elə bir ki, yəni böyük. Burada digər otağımız. Ama bura normal İspanya otağıdır. 4'ün 4'ə. Ama bura maşallah 6'nın 4'ədir neçəyədir bax belə. Yəni bildiyin 3 otaqlı ev çıxardırlar cəmaət o boyda otaqlarda. Buranın da kafemetli ağırlıq, qəşəng, səliqəli, tam təmir. Çorluqat da üstü çorluqat da, buralar asma tavanzal olacaq. Yeri laminat olacaq, qəşəng. Bax bu polun üstündən laminat, qəşəng qapılar, gizli işıqlar, aboylar, hamısı tam təmir. Qiymət 145 min paket kupça. İstifadə eləmişəm. Həqiqətən keyfiyyətli alçıqanlar. Superdirlər. Qardaş tikən evdə heç bir şey əsirgəmir. Bir dənə bir söz deyim. Qardaş qardaşa belə tikib verər. Yox. İpotekaya Şəxsən mən dəfələrlə mən ev tikmişəm. Bəli. Mən satmışam. Bəlkə də təqribən bir 30-40. Amma şəxsən mən belə eləməmişəm. Çünki bu artıq belə deyək də mən biri deyək ki, bir sahibkar kimi ev tikib satan kimi bu israfçılıqdır, belə deyil. Hə, vallahi. Hər şey artıqlaması ilə. Halal. Halal. Heç bir açma. Adı baxıram burada bax indi izləyicilər olsun başa çıxmır. Biz düşündük. Tok sistemin belə keyfiyyət eləyir. Bəli. Tok sistemin özün çox keyfiyyət eləyir. Hər şeyin Amma evlər var gedirik tikintiyə. Bəli. Məsələn biz deyəndə ki o deyək ki ev tikənə ki bunu biraz fərqli eləmək olar. Tok sistemi bu biraz təhlükəli, bunun qısa qapanması olur, bunun yayda kondisionerin yüklənməsi çox keyfiyyətli. Maşallah. Hey, maşallah. Süper. Binədə bir şey Gördüyünüz kimi. yazı var burada.
Yəni görən göz bələdçi istəmir deyirlər. Zəhmət olmasa uşaq yataq otağının ölçüsünü göstərin. Çox genişdir, həqiqətən. O hələ uşaq yataq. Bilmirəm nə qədər düşür. Amma uşaq yataq otaqlarımızdan tutmuş, qonaq otağımıza qədər hər biri genişdir. İstəyirsiniz ki, o tərəfin təqdimatını başlayaq. Canını Keçək. bəyənli izləyicilərimiz. Keçək. Zəhmət olmasa başlayaq. Bir dənə də Aha. növbəti yataq otağının Dostlar sizler kanala abone olun, xahiş edirəm. Değerli dostlar, değerli izləyiciler. Bundan sonra da bütün videolarımızın hamısını bu cürünə vlog kimi paylaşacağım. Baxın, ətraflı olaraq. Canlı dayanamışım. Evdə oturun, canlı Hamısı baxın. öz həyətinə baxın. Heç kimi narahat eləmir. Heç kimi narahat eləmir. Bu gözəldir, bax, bu çox gözəldir. Elə onu deyirəm, bax, bu çox gözəl bir Hasarın şeydir. içindədir, sağlı solu hər bir tərəf. Bax, öz hasarın içidir. Öz hasarın içi. İstəyirsiniz? Gözəl evlər var ha, ətrafda, yaşayışda. Elektrik işləri hələ getdiyi üçün canınız düşdü aşağı. Gedək ki, o tərəfdən təkrar Çıxar. Mən onsuz dostlarla sağollaşıram. Bunu görmək istəyənlər, baxmaq istəyənlər, paket kupça qiymət 145.000. Bu boyda ev, alt üst otaqlı, hamısı 7 otaqdır, 8 otaqdır dostlar. Buyurun inşallah, Allah xeyrizi versin. Gəlin götürün inşallah. Belə bir fürsət əldən qaçmaz. Şamil qardaş nə deyirsən? Gəlsinlər. Gəlsinlər. Paket kupça 145. 145 min manat paket kupça. Həm torpağın, həm evin. Xeyirli uğurlu Müraciət olsun. eləsinlər. Biz inşallah əlimizdən gələn qədər Köməklik eləyərik. Köməklik eləyərik ki, endirimlə. Özə deyim ki, əziz-əzizlər, kifayət qədər endirimlə. Normal bir endirimlə. Allah xeyir etsin. Amin inşallah. Amin. Təkrarlayaq.